Yekaterinburq şəhərində Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının saxladığı və ardınca sərbəst buraxdığı Ramil Səfərov baş verənləri şərh edib. Zərər çəkmiş bu barədə Today Press TV-yə danışıb. Hadisə şahidinin sözlərinə görə hücum həyata keçirilən zaman onlara heç bir açıqlama verilməyib. Naməlum şəxslər onların telefonlarını və bütün sənədləri özləri ilə aparıblar. Deməli səhər saat 6 iradələrində başlar qapını döyməyə, qapını qırdılar. Açmırdıq çünki çox bəddən döydülər qapını, anam ağlayırdı. Papam getdi qapını açmağa, açdı vaxtı qapını qırıb girdilər içəri. Uzandırdılar bizi yerə, məni döydülər, sorğu-sual elədilər. Evimizin için darmadağın elədilər. Papamı götürüb getdilər. Evdə də telefonlarımızı götürdülər, nə kağız verdilər, nə bir sənəd verdilər. Bilmədik kimdir, nəçidir, nə üçün gəliblər. Tamamilə yəni qayda qanunsuz gəldilər, bizi apardılar. Bax belə mənim burnumun vurub qırıbdılar. Gözümün içində qan axma olub, burnum qanıyıb. Çox heyvancasına davranırlar bizə. Mən onlara insan deyə bilmərəm, heç heyvan da deyə bilmərəm. Qeyd edək ki, iyunun 27-sində səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb.